Siz Washington'dan Amerika'nın sesini dinleyirsiniz. Sizinle mikrofon karşısında Washington'dan Bulut Mehmandarlıdır. Ve ben İnsafali Hidayet Toronto'dan. Bugünkü konağımız Dr. Rəhim Rəisniyadır. Biz Dr. Rəhim Rəisniya ilə İran-Azərbaycanında Şeyx Məhəmməd Xiyabani hərəkatının il dönümü münasibətilə bu hərəkat haqqında danışacağıq. İnsafəl Bey, buyurun. Şeyx Məhəmməd Xiyabani İran-Azərbaycanlılar arasında və xüsusən İranlılar arasında çox bir önəmli şəxsiyyətdir. Bu şəxsiyyət nə işlər görübdür? Buna nə cür baxılır? Bu sadəcə 41 yaş ömr eləyibdir, amma böyük əsər qoyub özündən. Xamenə şəhrində Təbrizin yaxınlığında anadan olubdu, məşrutə inqilabında hərəkatında qoşulubdu, inqilabçı olubdu, bir parti qurubdu, o partinin liderlərindən olubdu. Azərbaycan Demokratik Hərəkatı partiyası onun lideri olubdu. İranda tamam xarici qüvvələrindən, o zamanki xarici qüvvələr İngilistan, Rusiya və habelə hətta Osmanlı dövləti ilə müxalifət edir. Bəlkə İranın öz dövləti ilə də müxalifət edir və deyir ki, İran dövləti və xarici dövlətlər bunlar qoymurlar İranda azadlıq olsun və əlbəttə demək olar ki, hətta bəzən bunun danışıqlarından belə gəlir ki, istir İranı bölücülüğə aparsın, bəzilər deyirlər, yox bu çox milli və vətənpərəst bir adamdır, amma hər halda bir Azərbaycancıdır və Azərbaycanda bir böyük işlər görübdür. Biz bu mövzunu Dr. Rəhim Rəisniya ilə ortaya qoyuruq. Ay Dr. Rəisniya, mən sizdən istədim, xahiş edirəm, buyurasınız ki, Azərbaycan tarixində xüsusən Şeyx Məhəmməd Xiyabaninin yeri hardadır, nə əsərlər qoyub, nə təsir qoyub Azərbaycan cərəyanatında? Şeyx Məhəmməd Xiyabani yəni məxsusən İranda məşrutə hərəkatında daha çox demək olar ki, parlayıb. Bu ikinci məclisə Azərbaycanın nümayəndələrindən, Təbrizin nümayəndələrindən biri kimi məclisə varid olubdur və orada İran Demokrat Partiyası ki, həman dönəmdə, həman dövrdə, həman zamanda təşkil tapıbdır. Şeyx Məhəmməd Xiyabani da məclisdə bu partiyanın yəni müdafiələrindən və tərəfdarlarından idi. Ta ki bu sonra bildiyiniz kimi o ikinci məclis hər halda Tezar Rusiyasının təhdidinin şarının altında məclis bağlayıbdır və Şeyx Məhəmməd Xiyabani da demək olar ki, bir dövr İranın o siyasətindən kənara gedibdir və hər halda Oktyabr inqilabı olandan sonra və tezarizmin süqutundan sonra ki, halı hava bir qədər dəyişibdir. Şeyx Məhəmməd Xiyabani ki, Azərbaycanda yəni İran Demokrat Partiyasının şaxəsinin başındaydı, rəhbəri idi və o zaman demək olar ki, İran Demokrat Partiyası özü bir dağınıq haldaydı. Bu müstəqilən demək olar ki, İran Demokrat Partiyasının nümayəndəsi olaraq Azərbaycanda başlayır Demokrat Partiyasının günü-gündən işini qabağa aparmağa. Yəni demək olar həmin 1917-dən sonradır ki, bu hizbin, bu partiyanın fəaliyyəti bir yeni dövrə varid olub. Onun təfəkküründə, düşüncəsində, siyasi fəaliyyətlərində Rusiyanın və orada baş verən siyasi, ictimai cərəyanların rolu nə olubdu sizin fikrinizə görə? Mənim düşüncəmə görə ta yəni Oktyabr inqilabınacan kamilən burada İranda yəni o siyasi hərəkat üst-üstə demək olar ki, yerin altına getmişdi. O zaman bir misal var, deyirlər ki, bir nəfər əsir tutulmuşdu, biri salmışdılar onun boynuna, biri o tərəfdən, biri bu tərəfdən, yəni biri İngilisidir, biri də Rusudur, çəkirdilər və elə o qədər qalmamışdı ki, o əsir düşmüş insan xəfələnsin. Ki, o halda o birisi tərəf ipin ucunu ötürür və gəlir deyir ki, mən sənin qardaşıyam. Və bunu məsələn deyirlər ki, o Oktyabr inqilabının rəhbəriyyəti idi ki, bu vəziyyəti yaradır. Amma ondan sonra Demokrat Partiyasının ki, fəaliyyəti başlayır. Bu daha çox yəni bunların şüarlarında İranın o demokratik vəziyyətinin və məxsusən məşrutə hərəkatının ehyası idi. Bu ki, məşrutənin qanunu əsasısı demək olar ki, bir növ
məsələn tətil halətinə düşmüşdü. Məmləkətdə tamam o müdaxilələr, müşkillər, çətinliklər. Bu idi ki, Demokrat Partiyası, Azərbaycan şaxəsi daha çox, yəni İranda məşrutiyyəti qeytərmək, müntəha bu gəl qabağa gəldikcə demək olar bir növ məsələn necə deyirlər, xodmuxtarlıq deyirik biz, məsələn özünü idarə etmə bir halətinə gəlirik. Amma bu yəni o İranı istəmağında məncə axirəcən ayağının üstündeydi, sözünün üstündeydi. Əlbəttə bu bir partiyanın başındaydı, bir fərdi deyildi və partiyanın da istəyi bu idi. Yəni siz demək istəyirsiniz ki, o muxtariyyət istəyirdi Azərbaycan üçün, ancaq Azərbaycanın İrandan müstəqil olmasını istəmirdi. Yəni İranın bütövlükdə demokratik bir ölkə olmağına çalışırdı. Mən o cür düşünürəm və yəni İranın o əsası qanununda da bu cür bir zərfiyyət var idi. Yəni əyaləti, vilayəti azadlıqlar ki, qanun əsası onu məsələn öngörmüşdü. Bu onları da yerinə oturtmaq istəyirdi. Hətta bizdən bunun bir dənə, yəni həman Hizb-i Demokratın, İran Demokrat Partiyasının ki, dedim Azərbaycan bu qolu idi. Bunların bir dənə əsli şüarları Azərbaycan cüz-i layənfəki İran است. Yəni Azərbaycan İranın ayrılmaz bir parçasıdır. Hətta mən sizə ərz edeyim ki, o zaman bir dənə İran Demokrat Partiyasının bir qolu da Bakıda təşkil tapıbdı. Yəni 1918 hüdudunda və hətta onların orqanları ki, özlərini yəni Xiyabaniyə bağlı bilirdilər və 13 nömrə bir qəzetə çıxardıblar bunlar ki, hətta pişəvəri də ilk yazılarını həman qəzetədə yazıb və o qəzetənin də adı Azərbaycan cüz-i layənfəki İrandır ki, bunun məqalələrinin bir qismi farsça yazılırdı və bir qismi də Azərbaycanca yazılırdı. Yəni hətta oradakı, yəni Bakıda yaşayan İran demokratlarının da kamilən bu bərnaməsi Hizb-i Demokrati İranı, Azərbaycanın onlara o qədər bu möhürdə qəbul edir ki, hətta bu qəzetənin də adı Azərbaycan cüz-i layənfəki İranıdır. İndi bu qəzetə dövlət arxivində saxlanılır və bunun da mətnin mən yeni bir nəşr hazırlamışam. Bəlkə məsələn bu gələn aylarda burada İranda çap olmalıdır. Ay doktor, orada siz işarə ediniz ki, o əsli iyaləti, vilayəti maddəsini istirdi, əslini istirdi qanun əsasının, bu əslini icra eləsin İranda və Azərbaycana beno-i xudmuxtariyyət versin. Əvvəli bir dənə onun sıxancamlığını mən bugün baxırdım. O sıxancamlıqda, o çıxışda deyir ki, biz dövlətdən istəyirik ki, bizim bu haqlarımızı, azadlıqları, zadları versin, amma bizim bu istəyimizi əgər qəbul eləməsə, biz radikallaşacağıq. Bundan belə çıxmaz ki, bu həmən siyasəti götürübdü ki, sonralarda pişəvəri götürmüşdü. Yəni bəlkə əgər dövlət qəbul eləməsə, hətta təcziyə tərəfinə də gedə bilər. Bilirəm axı bunun yəni müşəxxəsən bu təcziyə tələblik və heç nomunun təkidi yoxdur. Doktor, burada da separatistlikdən söhbət gedir görünür. Bəli. Bəli, yəni separatizm bunun heç no yoxdur. Hətta bir dənə o zaman İngilis bir dənə məmuru Major Edmonds adında siyasi bir məmur gəlir və Təbrizdə şeyxlə mülaqat edir və bu güzarışında şimdi bunun güzarışı o xarici işlər arxivində Londonda saxlanılır. Orada da dəqiqən o güzarış veribdi ki, Təbrizdə başlayan hərəkat hər növ separatizmdən və tüklərə bağlanmaqdan, bolşeviklikdən bunların hamısından uzaqdır. Bununla da Doktor Rəhim Reisniyayı da Şeyx Məhəmməd Xiyabani hərəkatının il dönümü vəsiləsi ilə hazırladığımız dəyirməsi başa çatdı. Vaşinqtondan mən Bulud Mehmandarlı və mən İnsaf Əli Hidayət Torontodan. Siz İran-Azərbaycan'da Pəncərə proqramını dinlədiniz. Bununla da verilişimiz burada başa çatır. Gələn verilişlərimizdə görüşənədək sağlıqla qalın. The Voice of America.